Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Qarabağa qayıtmasından danışıb. 4 noyabr tarixli və gündəm xəbərin efirində bir xəbəri diqqətinizə çatdırırıq. Belə ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə potensial qayıtması Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhə təhlükə yarada bilər. Gündəm xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib. Paşinyan qeyd edib ki, Qarabağa ermənilərin qayıtması sülh üçün risk olardı. Bu məsələ ümumiyyətlə təhlükəlidir, çünki bu münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir. Paşinyan sülhü yeni doğulmuş uşaqla müqayisə eləyərək bildirib ki, bunu qayğı tələb etdiyi bir məqamdır. Yəni biz sülh müqaviləsini imzalamalı, sərhəddi delimitasiya eləməli və bir-birimizi tək qoymalıyıq deyə İrəvanda çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.